Sumqayıt şəhərində Qurban Bayramı münasibəti ilə növbəti dəfə nümunəvi sosial aksiya həyata keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər ərazisində yaşayan 1500-dən çox şəhid ailəsinə, müharibə əlillinə və az təminatlı ailəyə bayram sovqatları təqdim olunub. Qurban Bayramı Azərbaycanın milli mənəvi dəyərlərini özündə birləşdirən ən müqəddəs günlərdən biridir. Belə əlamətdar günlərdə insanların sevincinə şərik olmaq, xüsusilə cəmiyyətin həssas təbəqəsinə aid ailələrin yanında olmaq dövlət siyasətinin ən ali prinsiplərindən hesab olunur. Məhz bu prinsipləri yüksək səviyyədə həyata keçirən Sumqayıt şəhər İcra Hakimiyyəti illərdir ki, şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə və az təminatlı ailələrə xüsusi qayğı və diqqət göstərir. Artıq şəhər sakinləri üçün bir ənənəyə çevrilib ki, hər bir milli və dini bayramda, əlamətdar günlərdə Sumqayıtda yaşayan şəhid ailələri və müharibə əlilləri diqqətdən kənarda qalmır. Novruz bayramında, Ramazan və Qurban bayramlarında, Zəfər günündə, Anım günündə, dünya Azərbaycanlılarının həmrəyliyi günündə və digər xüsusi tarixlərdə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq sosial aksiyalar keçirilir, yüzlərlə ailəyə maddi və mənəvi dəstək göstərilir. Bu dəfə də həyata keçirilən bayram aksiyası çərçivəsində İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrinin evlərini ziyarət edib, onların gündəlik qayğıları ilə yaxından maraqlanıblar. Səmimi və doğma atmosferdə keçən görüşlər zamanı ailələrin problemləri dinlənilib, müraciətləri qeydə alınıb və aidiyyatı üzrə həlli istiqamətində tədbirlərin görüləcəyi bildirilib. Bu yanaşma bir daha göstərir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sadəcə bayram günlərində deyil, ilin bütün dövrlərində vətəndaşların yanında olan, onların problemlərinə həssaslıqla yanaşan dövlət qurumudur. Xüsusilə vurğulamaq lazımdır ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı Sumqayıtda çox yüksək səviyyədə təşkil olunur. Sumqayıtda sosial sahədə görülən işlər ildən ilə daha da genişlənir. Şəhid ailələri, qazilər və az təminatlı ailələr daim diqqət mərkəzində saxlanılır. Bayram sovqatlarının təqdim olunması zamanı ailələr göstərilən yüksək diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı hər bir vətəndaş tərəfindən yüksək qiymətləndirilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi bu kimi humanitar layihələr cəmiyyətdə həmrəylik və birlik hissinin daha da güclənməsinə xidmət edir. Çünki sosial həmrəylik yalnız maddi dəstəklə ölçülmür. İnsanların mənəvi olaraq yanında olmaq, onların qayğılarını bölüşmək və dövlətin hər zaman vətəndaşının yanında olduğunu göstərmək xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, şəhərdə həyata keçirilən bütün layihələrin mərkəzində insan amili dayanır. Bu isə bir daha göstərir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti öz fəaliyyətində vətəndaş məmnunluğunu əsas prioritet kimi müəyyən edib. Məhz buna görə də Sumqayıtda dövlət-vətəndaş münasibətləri yüksək səviyyədə qurulub. Şəhər rəhbərliyinin əhali ilə daim təmasda olması, onların problemlərinə operativ reaksiya verməsi və sosial məsələlərə xüsusi həssaslıqla yanaşması sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. Qurban Bayramı münasibəti ilə keçirilən bu aksiya bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti öz qəhrəman övladlarının ailələrini daim diqqət mərkəzində saxlayır. Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu nümunəvi tədbir həm humanizm, həm sosial məsuliyyət, həm də dövlətçilik ənənələrinin təntənəsi kimi yadda qaldı. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.